O çox uca və böyükdür. Dində məcburiyyət yoxdur. Şübhəsiz bu Quran vasitəsilə hidayət yolu azğınlıqdan seçilib aydınlaşmışdır. Buna görə də kim azğın və itaətsizə kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir. Allah iman gətirənlərin Mövlasıdır. Onları qaranlıqlardan nura tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları hidayət nurundan azğınlıq zülmətlərinə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.